Hər birinizi yeni vlogumdan və kanalımdan salamlayıram. Səhər tezdən sizin üçün başladım vlog çəkməyə. Bu vlogu artıq neçə gündür ki çəkmişəm. Sadəcə montaj edib paylaşa bilmirdim. Qismət bu günə imiş. Bir neçə gün əvvəl bu formada doğradım ki, belə doğrayıb qoyanda səhərlər bunu hazırlayıb yemək daha asan olur. Buna görə də baxın elə yəni heç bir forması pozulmayıb, nə çürüməyib. Bu formada təptəzə qalır. Siz də istifadə edə bilərsiniz. Belə şüşə qabda saxlayanda daha yaxşı olur. Bu aralar hər gün yumurta yeyirəm və yumurtadan çox sıxılmışam. Buna görə də çalışıram ki, müxtəlif formalarda hazırlayım və Alina da göyərti yumurtanı çox sevir. Buna görə də burada daha çox ıspanaqlar var idi və mən onları əvvəlcə tavaya əlavə edirəm. Bu forma daha da dadlı olur və üzərinə də yumurtanı əlavə edirəm. Bu halda çox doyumlu və dadlı alınır. Yumurta yemədiyim günlərdə isə çox tez acıram və buna görə də bu mənə çox sərf eləmir. Buna görə də çalışıram ki, hər səhər yumurta yeyim və Alina da mənimlə birlikdə yumurtasını yeyir. Burada 4 yumurtadan istifadə etdim. Biraz göyərti gözümə çox gəldi. Həm də fikirləşdim ki, qaynadılmış yumurta insanı tox saxlayır, amma belə yağda bişmiş bir müddətdən sonra insanı acıda bilir. Buna görə də o aclıq hissi gəlməsin deyə növbəti yeməyimə kimi 4 yumurtadan istifadə etdim və çörəyi ümumiyyətlə yemirəm. Keçən vlogumu izləyənlər varsa, keçən vlogumda arıqlama ilə bağlı, saxladığım diyeta ilə bağlı ümumiyyətlə çox ətraflı məlumat verdiyimi düşünürəm. Burada da yadıma nələr düşsə, əgər keçən vlogda demədiyim nəsə varsa, çalışacağım ki, burada da sizi məlumatlandırım. Çünki mən elə bir insanam ki, çörəyin arasına çörək qoyub belə yeyə bilərəm. Yəni çörəyi o qədər çox sevirəm və halımdan da yəqin ki, bəllidir. Düzdür, bəzi hormonal problemlər filan olsa da, mənim yeməyim də, çörək yeməyim də var idi. Şirniyyat yeyirdim, qazlı sular içirdim və buna görə də arıqlaya bilmirdim. Üstəgəl də digər səbəblər. O cümlədən də dietoloqumun da dediyi kimi stres də arıqlamağa imkan vermir və mənə verdiyi ən böyük məsləhət də budur ki, stressdən uzaq durmaq. Bu da məndə mümkün deyil. Burada səhər yeməyim demək olar ki, hazırdır. Səhər yeməyinin yanında da bol yaşıllıq yemək lazımdır və yəni göyərti, o cümlədən də tərəvəzlərə də üstünlük vermək lazımdır. Çünki təsəvvür edin ki, bunu səhər yeməyi kimi mən səhər günorta birlikdə yeyirəm və axşama kimi heç nə yemirəm. İndi təsəvvür eləyin ki, süd verən bir insan, axşama kimi bir uşaqla məşğul olan insan sadəcə yumurta yeyərək necə qala bilər? Buna görə də yanında mütləq əlavələr olmalıdır. O cümlədən də şirniyyat, demək olar ki, paketlənmiş şirniyyat heç yeməmişəm. Sadəcə o keçən dəfə vloqlardan birində sizə göstərmişdim. Halva var idi, səməni halvası. Ondan yemişəm, o da artıq bitib. Yəni fikirləşmirəm ki, nəsə şirniyyat alım, ondan yeyim. Hətta bişirdiyim keksim belə qaldı və bir müddət sonra onu təəssüf ki, atmalı oldum. Çünki mən yeyə bilməzdim. Bundan sonra isə səhər yeməyimizi yedik və enerji yığdıqdan sonra keçirəm evləri yığışdırmağa. Bizdə çox zaman mən vlog çəkdiyim zaman bu formada evi saxlayıram. Çünki təmiz evin nəyini yığışdırım, nəyini sizə göstərim. Buna görə də belə paltarlar çox qarışdığı zaman saxlayıram ki, elə vlog çəkərəm və vlogla birlikdə təmizləyərəm. Amma elə fikirləşməyin ki, mən özüm evi bu hala gətirirəm ki, vlog çəkəndə maraqlı alınsın. Yox. Sadəcə bizdə çox zaman da şənbə bazar bu vəziyyət olur. Ümumiyyətlə mən səhərlər çalışıram ki, ən birinci yerimi yığım. Çünki yerimi yığmadığım zaman axşama qədər o dağınıqlıq davam edir və hər şeyi gətirib qoyuram ki, birazdan yığışdıraram. Amma bu belə də davam edir. Buna görə də səhərlər elə oyanan kimi çalışıram birinci yerimi yığım. Əgər vaxtım var, yox, əgər bugünkü kimi məsələn vaxtım yox idi yeri yığmağa, tez başladım səhər yeməyini filan hazırladım. Bu zamanda bir müddətdən sonra gəlirəm və vlogumu da çəkirəm, evləri də yığışdırıram. Bu formada daha yaxşı olur. Həm vloqum hazırlanmış olur, həm də ev təmizlənir. Və sizdə necədir? Sizin eviniz daha çox hansı günlər belə bu formada dağılır? Buna görə də çox zaman düşünə bilərsiniz ki, bizim ev həmişə belə dağınıq olur. Yox, təmiz olduğu vaxtlar olur.
Məsələn, hal-hazırda mən bu videonu həm düzəldirəm, həm səsləndirirəm və ev təmizdir. Çünki mən vloq çəkmədiyim zamanlarda da, məsələn, hamam tualeti hər dəfə vloqda yəni fikirləşərsiniz ki, ancaq vloqlarda təmizləyirəm. Yox. Normal vaxtlarda da ev təmizlənir. Bəzən elə rəylər gəlir ki, insanın gülməyi gəlir. Düzdür, məndə çox vaxtı belə şeylər olmur, amma digər xanımların, vloq paylaşan xanımların səhifələrində çox zaman belə rəylərə rast gəlirəm. Elə bilirlər ki, ancaq burada göstəriləndən ibarətdir həyat, amma normal vaxtda da, məsələn, mən evi təmizləmişəm. Dünən hamam tualeti təmizləmişəm və ev hal-hazırda tərtəmizdir. Tərtəmiz olanda da fikirləşirəm ki, nəyi çəkmək olar? Yəni, məsələn, bir bağlama gəlibsə, bağlama aça bilərsən filan, amma ki, yəni də təmiz evi çəkmək, təmiz evi yığışdırırmış kimi sizə göstərmək məncə maraqsız olar. Bəs siz necə düşünürsünüz? Yəni, hər dəfə vloqlarımda bu görüntünü görmək sizə sıxıcı gəlir, yoxsa necə? Mənim ən sevdiyim vloqlar təmizlik vloqlarıdır. Çox zaman baxıram, insanlar hansı vasitələrdən istifadə edir. Ən çox da nə vaxt baxıram mən təmizlik vloqlarına? Çox zaman tənbəllik etdiyim vaxtlarda. Məsələn, nəsə iş görməliyəm, haranısa yığışdırmalıyam, amma tənbəllik edirəm. Bu zaman açıram sevdiyim bəzi xanımların, eləcə də xaricilərdə elə kanallar var ki, çox gözəl təmizlik vloqları paylaşırlar. Baxıram və həvəslənirəm, durub işlərimi görürəm. Siz də əgər ola bilər ki, hansısa işi görməkdə tənbəllik edirsiniz, bu zaman bu üsuldan da istifadə edə bilərsiniz. Çünki insanın enerjisi hər zaman eyni səviyyədə olmur. Bəlkə hal-hazırda sizin halınız, enerjiniz yaxşıdır. Mənim dediklərim sizə qəribə gələcək, fikirləşəcəksiniz ki, yəni evi yığışdırmağa nə var filan, amma bir də halsız olduğunuz, heç nə etmək istəmədiyiniz günləri yadınıza salın. Bu zaman məncə başa düşəcəksiniz. Burada da sizinlə danışa-danışa artıq fikir verirəm ki, Alinanın şkafını yığışdırıram. Əslində Alina üçün paltarlarını yığmağa ayrıca bir yer, kravatının altını ayırmışdıq. Sadəcə həmin kravatı artıq çevirmişik və istifadə etmirik. Buna görə də Alinanın paltarlarını da bizimlə birlikdə eyni şkafda belə bu hissədə ayırmışam. İnşallah Alinanın gələcəkdə öz otağı olduğu zaman həmin otaqda mütləq ki, yəqin ki, şkafı olacaq. Və buranı da bitirdikdən sonra keçirəm artıq öz paltarlarımı da təmizləməyə. Bu vloqlarımı əvvəldən izləyənlər bilir ki, keçən dəfə Hoqqadan belə bir düzənləyici almışdım və bunu sevərək istifadə edirəm. Bir müddət fikirləşdim ki, bu işə yaramır, çünki kənarları əzilirdi, deformasiya olurdu və yaxşı görüntü yaranmırdı. Amma gördüyünüz kimi içini tam paltarla dolduranda formasını qoruyub saxlayır və bu zamanda daha əlverişli olur. Paltarlarımı da nisbətən səliqəli formada yığıram. Niyə nisbətən deyirəm? Çünki orada hələ ki həm qış paltarları var, həm yaz üçün ayırdığım paltarlar var. Yəni tam olaraq demək olmaz ki, orada ancaq yəni yun paltarlardır ya da nazik paltarlardır, yay paltarlarıdır. Buna görə də biraz qarışıq görüntü var. Ona görə də çox belə, yəni oranı düzənləməyə vaxt sərf etmirəm. Sadəcə səliqəli görüntü yaradıram. Bir müddətdən sonra, havalar tam isindikdən sonra isə sizinlə birlikdə hər bir şeyi yerinə yerləşdirərik. Və corablara keçdim artıq. Corablarım da artıq hiss edirəm ki, köhnəlib. Çalışıram hər zaman mən özümdə nəyə fikir vermişəm ki, marketlərə getdiyim zaman ümumiyyətlə baxıram kişi corabları endirimə düşübmü? Düşübsə alıram. Keçən dəfə marketdə yoldaşım üçün yenə corab alırdım. Demək olar ki, bunu tez-tez edirəm və fikirləşdim ki, özümə niyə corab almıram? Çünki buranı düzənlədiyim zaman gördüm ki, artıq corablarım cırılmasa belə, hiss edirəm ki, yəni köhnəliblər. Bunları yavaş-yavaş dəyişmək lazımdır. Düzdür, səliqəli görüntüləri olsa da, cırıqları filan olmasa da, yenə də köhnə sayılırlar. Buna görə də özümə bir corab aldım və fikirləşirəm ki, qarşıma çıxdıqca rahat corablardan alım. Çünki mən evdə yayda belə corabsız gəzə bilmirəm. Çünki corabsız gəzdiyi zaman bəzi xanımların dabanlarına, ayağının altına fikir verirəm ki, həm çatlar əmələ gəlir, quruyur və bərkiyir.
bu zamanda heç yaxşı görüntü yaranmır. Fikirləşirəm ki, arıqlamam haqqında da sizi məlumatlandırım. Çünki ola bilər ki, mənim kimi toppuş xanımlar məndən ilhamlansın. Çünki mənim arıqlayan dövrdə çox ehtiyacım olurdu ki, kimsə mənə öz təcrübələrini danışsın və bunlardan istifadə et filan desin, məsləhətlər versin. Biz nəsə dəyişimə başladığımız zaman bunlara ehtiyac duyuruq. Buna görə də mən necə gedir, bunun haqqında sizə məlumat verir. Mən arıqlamağa başlayanda bir gün gecə ilə qərar verdim ki, sabahdan artıq çörəyi azaldacağam və bir anın içində oldu. Bilmirəm nədən təsirləndim, amma öz-özümə fikirləşdim ki, özümə 4 həftə vaxt verəcəm və 4 həftə ərzində ən azı 2 kilo arıqlayacağam. Bu da məni motivasiya edəcək və mən daha da çox davam edəcəm. Elə həmin günün səhəri normalda mən dediyim şeyə əməl etmirəm. Dedim ki, bir gün heç olmasa əməl edim, baxım nəticəsi necə olur. Və axşam həmin günü əməl etdim. Ancaq səhər yedim çörək və günorta və axşam yemədim. Axşam da yerimə girdiyim zaman telefonda qeydlər elədim ki, bugün nələr yemişəm. ChatGPT də sağ olsun, ChatGPT-yə də yazdım. O da mənə kalorimi hesabladı, təxmini bir hesab dedi. Gördüm ki, həqiqətən də bugün az yemişəm və daha da həvəsləndim ki, bu qədər az yeməklə mən bugün yəni ölmədim. Mənə heç bir şey olmadı və daha da həvəsləndim. Bundan sonra artıq səhəri günündən başladım. Bu proses 2 həftə davam etdi. Mən artıq yemək yediyim zaman, axşam özümü ölçdüyüm zaman 75 olurdum, bəzən 76-nı görürdüm. Amma öz ölçüm isə 73-74-də gedib gəlirdi. Yəni belə hesablasaq ki, mənim kilom səhərlər 74 olurdu. Hal-hazırda isə artıq mən 70-ə düşmüşəm və buna görə də özümü təbrik edirəm. 70 neçəsə oluram çox zaman səhərlər. Amma gün ərzində nə qədər yesəm də, nə qədər yesəm dediyim, yəni çörək, şirniyyat yemirəm hələ də və 72 oluram. Mən gün ərzində amma nə qədər yeyirdim, su içirdim filan, 76-ya kimi bu rəqəm qalxırdı. Buna görə də bu da sizə motivasiya olsun. Artıq 4-cü həftəmdir. İndi heç çörək istəmirəm. İnanın, yəni bayaq yemək yedim. O yeməyi mən normalda çörəksiz təsəvvür edə bilməzdim, amma heç ürəyim istəmədi. Bir anlıq fikirləşdim ki, yeyim görəsən, amma sonra fikirləşdim ki, artıq mən neçə vaxtdır ki, bu qədər əziyyət çəkmişəm. Niyə əziyyətim boşa getsin və belə də yemədim. Ona görə də əgər başlamaq istəyənlər varsa, 1 həftə və ya 2 həftə ancaq səhərlər çörək yeyin, çünki gün ərzində siz bunu həzm edə biləsiniz və günorta və axşamda yeməyin. Ən yaxşısı ac qalmadan arıqlamaq üçün aralıqlı orucdur. Bunu da məsləhət görə bilərəm. Bu da çox yaxşı işə yarayır. Məndə daha çox aralıqlı oruca oxşuyur mənim saxladığım diyeta. Çünki mən gündə 2 dəfə qidalanıram. Əvvəl diyetoloqla başladığım ilk həftədə çox şirniyyat istəyirdim, biraz əsəbi olmuşdum. Çünki şirniyyatı və çörəyi tamamilə kəsmişdi. Amma sonradan bir həftədən sonra öyrəşdim. Diyetoloqum mənə ümumiyyətlə çox kömək oldu və onun sayəsində demək olar ki, mən çörəyi ümumiyyətlə həyatımdan çıxardım. İndi heç səhərlər yumurtaya öyrəşmişəm. Yumurtanı yulafla birlikdə yeyirəm. Yumurtanın içinə yulaf əlavə edirəm. Bu formada yeyirəm. Qaynadılmış formada, göyərti ilə filan bu formalarda yeyirəm, amma yanında çörək yemirəm. Özümü də buradan alqışlayıram, çünki həqiqətən mənim üçün çox çətin bir şey idi. Çünki mən çörək yeməyi çox sevirəm. Yəni ümumiyyətlə çörəyin özünü çox sevirəm. Bu arada mən başladım evləri də, dedim, elə fikirləşdim ki, yığışdırım, toz soranlıyım. Çünki bayaq fikir verdinizsə bilmirəm, yerdə qara tozlar var, əməlli başlı tozlanmışdı. Neçə gündür ki, mən evi toz soranlamaq istəyirdim, amma mən bu arıqlama işinə başlayandan ümumiyyətlə halım olmurdu. Nə ev yığışdırmağa, nə heç nəyə həvəsim olmurdu və bu da məni bir müddət çox sıxdı. Çünki fikirləşirdim ki, bu hal elə bu formada da davam edəcək, amma indi görürəm ki, yox. Enerjim get-gedə özümə qayıdır. Əsəbiliyim azalır. Necə əsəbiliyim? Yəni yemək istəyirsən, yeyə bilmirsən, istər-istəməz əsəbləşirsən.
Artıq o qədər də, yəni yemək istəmirəm. Buna görə də heç aqressiyam da azalıb. Kaş həyatımızdakı bütün aqressiyalar, bütün stresslər elə bu formada keçib getsə və bir andaca yox olsa, nə gözəl olardı. Bunu həm özümə, həm də sizə arzu edirəm ki, həyatınızdakı bütün stressdən, sizdə stress yaradan insanlardan uzaqlaşasınız və özünüz üçün çox gözəl istədiyiniz bir həyatı qurasınız. Hər birinizə bunu arzu edirəm. Və başladım. Burada ayaqqabıları da başlayıram. Əvvəlcə fikirləşirdim ki, ancaq toz soranlayım, sonra elə işdən iş çıxdı. Burada gördüyünüz bezlə əvvəlcə indi fikir verənlər olacaqdı mütləq. Mən əvvəlcə ayaqqabıları sildim, sonra şkafı filan, amma sonradan getdim, yudum bezi, yenidən şampunla yudum və gəldim, bir də üstündən keçdim. Sadəcə ora çox tozlanmışdı. Ona görə İstədim ki, ən azından üzdən bir tozunu alım. Bilirəm ki, ona da fikir verənlər olacaq. Və başlayıram ayaqqabılarda mazlayıram ki, işə geyindikləri zaman ayaqqabılar da təmiz olsun. Həm də özümüzün də ayaqqabıları var idi. Və toz soran işimi də edib, əslində evləri siləcəkdim mən. Bunu vloqa da çəkəcəkdim. Sadəcə sonradan biraz vəziyyət dəyişdi və silmək istəmədim. Heç həvəsim də olmadı və buna görə də işimi dayandırdım. Bundan sonra isə artıq hazırlaşıram və biz gedirik zooparka. Ani bir qərarla fikrimizi dəyişdik ki, yox, bu günü evdə keçirməyək, gedək zooparka. Heç olmasa biraz heyvanlarla vaxt keçirək. Yəni heyvanlara baxaraq biraz zövq alaq bəlkə. Düzdür, zooparka getdiyimiz zaman zövq almaq olmur. Çox zaman mənim o heyvanlara çox yazığım gəlir ki, qəfəslərdə yaşayırlar, amma istəyirdim ki, Alinanın da reaksiyasını görüm. Çünki artıq heyvanların bəzilərini tanıyır. Ona görə də istədim ki, əyani formada da görsün. Həm də yoldaşım zooparka getməyi ümumiyyətlə çoxdan istəyirdi ki, Alinanı götürüb gedərik. Buna görə də elə birlikdə getdik zooparka. Mən zooparkda olan gözəllikləri sizə göstərməyə çalışım. Siz də mənim kanalımı hələ də izləmirsinizsə, abunə olmağa çalışın ki, sizin dəstəyinizi mən daha çox hiss edim. Hər zaman mənə dəstək olursunuz. Buna görə təşəkkür edirəm. Amma abunə olaraq da mənə ekstra bir dəstək göstərsəniz sevinərəm. Çünki mən də artıq bu ilin sonuna qədər 10.000 abunəyə çatmaq istəyirəm. Qızlar, burada da zooparkı gəzdik. Sadəcə Alina bir yerdən sonra artıq yorulmağa başladı, yuxu saatı çatmağa başladı. Buna görə də artıq qayıdırıq evə. Yol üstü mən də marketə girdim, yoldaşım üçün su aldım və gəldik. Bir neçə aldığım məhsul var idi. Bunları sizə göstərməmişdim. Belə kipriklər almışdım, yapışdırıcı almışdım. Alina onu cırmışdı qutusunu.
bu formada göstərirəm. Belə bir pudra da almışdım, sabitləyici pudra. Bunları da istifadə etdiyim zaman sizinlə bölüşərəm. İndidən izlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Növbəti vloqlarda görüşərik. Hələlik.